Salam aleykum dəyərli izləyicilər. Yavaş-yavaş dükanımız vida gəlib. Bəzi malları sizə təqdim etmək istəyirəm yenə də təkrarən. Piçiminutka öz qaz birinci vitrindamızdır budur yəni. Piçiminutkaların içində, Çin piçiminutkaların içində, yəni məndə olan təcrübəyə görə, yəni ən keyfiyyətli modellərdən biridir. Qabaq Proton idi, Proton. Onlar sonra gəlmədi. Əlimizdə qalan, yəni öz qaz turbodur. Onların bazaları da 60 santimdir. O birisilərdə kimi 30 santim deyil yəni. Nəzərinizdə olsun. Sensor çox möhkəmdir. Platası tapılır. Əsas servisi var. Yəni əldə edə bilərsiniz. Bu gedir öz qaz turbo 35. Onun aşağısında ECA kollektorudur. Yəni Türk kollektorların içində bu dəqiqə ən çox satılan KASdır və ECAdır. İndi ECA həmişə biraz baha olub, KAS ucuz olub bir balaca. Amma KASın qiyməti qalxıb. Yəni düzdür, KASda da keyfiyyət pis deyil. Yəni ECA-da da yaxşıdır. Yəni ECA əldə edə bilərsiniz yəni belə. Yəni vitrində də var. Harasa 20-30 köpük fərq var çıxışında. Termostatik ventildir, termostat. Yəni temperaturu stabil saxlamaq üçün. Ki, isti polda misal üçün temperatur çox olmasın deyəni, belə bir termostatik ventillərdən istifadə olunur. İtaliya biraz bahadır, 140 manataca da gəlir çıxır. Misal üçün İvar firması. Bu Çin variantıdır, amma işləyir də. Demək olar altlığı eynidir. Bir dənə başlıqda fərq ola bilər bir balaca. O da yarı qiymətlədir yəni, yarı qiymətlə. İsti suyun filtri var, yəni Atlas firmasının. Yəni əldə edə bilərsiniz. İsti su üçün bunlar daha məsləhətdir. Sonra sizə təqdim edəcəyim Neoterm kombisi. Bazarın belə deyim də gözüdür də, belə deyim. Yəni bazarın gözüdür. Wi-Fi da var. Yəni prilojen yazırsınız, inşallah istifadə edirsiniz. Yəni Neoterm. Qiyməti də münasibdir. Servisində deməli nömrəsi də qeyd olunub üstündə. Servis pulludur. Münasib qiymətədir çox bunlar yəni. Xterm var, Wi-Fi. Elə demək olar ki, Neotermin qiymətindədir. 2 esenjorlardır bunlar hamısı. 2 esenjor, bunlar Wi-Fi'lı modellərdir. Bunu elə bir ki, İmerqazı oxşadıblar. Zahiri krışqası 60 modelə qədər hamısı var. 60'da qədər var. Neoterm 50'yə qədərdir. Bu 60'a qədərdir. 2 pompalısı var, 50, 40 və s. yəni. Sonra Wi-Fi'dan keçək. Wi-Fi'lı kombilərdən sizə göstərdiyim rezistant kombisidir. Bu da çox gözəl bir sistemdir. Yəni münasib qiymətdədir. Wi-Fi 2 esenjoru ucuz istəsəz, yəni əldə edə bilərsiniz. Elə adam var da deyir kiraya verirəm, mənə ucuz kombi ver yəni. Bax bunu əldə edə bilərsiniz. Wi-Fi'lısı. Sonra möhkəm model var Wi-Fi ilə BR kombisi də, yəni ay şəklində BR. Yəni точно Gürcüstanın kombiləri kimidir. Kitayında, amma bu Gürcüstan kombiləri kimi zahiri görünüşü eynidir. Misal üçün baxın, dekoralda eynidir. Bir də flaqmanda eyni şeydir, sadəcə qara ekranla yəni. Qara ekran bilərsiniz ki, latundur içi. Yəni kombilərin içi latundur. İndi onları da təqdim edəcəm. Wi-Fi ilə olan məsələləri bildiniz. Sonra gedir burada Radiant kombisi. İtalyan brend kombilərdən biridir. Ağırdır, metalı çox gözəl işlənib hər bir şey yəni. Platası qəşəng belə deməli. Yeniləşmə çəni, fanı, kutusu, super. Hər bir şey əladır yəni. Burada da latundur içi. Elə Boxing Luna modeli kimidir bu. Tam platasını aralamırıq da, oradan görürsən yəni. Grundfos pompa orijinal. Görürsünüz burada çenə yox, RS-dir. İtaliya kombiləri içində olan orijinal Grundfoslardır yəni. Söz yox ki, bu Kitayın kombilərin qiymətində deyil, bahalı kombidir yəni. Gəlir Baxi. Bazarda İmerqazla Baxi. Yəni ən keyfiyyətli sistem olduğunu deyirəm. Yəni Baxi Made in Italia təmiz, yəni deməli üstün cəhətləri çoxdur. 2 esenjorludur. Burada da yenə də Grundfos pompasıdır, RS-dir. Buradakı olan Grundfosun biraz wattı çoxdur. Misal üçün burada watt tutaq ki, burada nə qədərdir? Wattı 62-dir 3-cü skorusda. Burada biraz çoxdur. Nəzərinizdə olsun. Qalan fərqləri demirəm. Roli kombisi, Çinin kombisidir. Amma çox gözəl yığılıb mən sizə deyim. Yəni ustaların elə bir ki, belə deyim də,
Ustalar üçün çox əlverişli bir kombilərdəndir. Bir izolyasiya bax, izolyasiyanın qatı. Sonra izolyasiya, genləşmə çəninin arxasında izolyasiya. Bu çox bir şey deməkdir. Elə bilərsiniz boş şeydir, o boş şey deyil. Yəni bu çox bir şey deməkdir. İzolyasiya olub olmamağın genləşmə çənini qoruyur, yəni qarelkanı qoruyur. Sonra burada zbornik kondensator var. Çox gözəl bir sistemdir. Bəzi kombilərdə hal-hazırda müasir variantda bunu, yəni belə deyim, istehsal edirlər. Fan Sohonundur. Podşipniklər rahat çıxıb yağlanan podşipniklərdir. Nəsə detalı dəyişmək asandır. Platası, orijinal platası var. Belə bir yazılarla olan platalar orijinal olur, biləsiniz. Bütün sistem burada da latundur. Nasosun arxası, deməli, trioxadavoyun altı. Hamısı, deməli, bronza latundur, yəni. Bronza latundur. Nasosa da öz logosunu vurur. Bunlar roli. Burada görürsünüz watt nə qədərdir? Watt 100'dür. Watt 100'dür, az deyil. Watt 100'dür. Fikir verdiniz. Wattı çoxdur. Genləşmə çəni şlangla birləşilməyib, yəni birbaşa mistrubka iləndir. Rahat, deməli, hava vurmaq olar. Rahat sökmək olar, montaj eləmək olar. Çox gözəl. Digər də mənfi cəhətlərindən biri odur ki, manometr aşağısındadır. Necə ki, radiantda da aşağısındadır. O bir qəbahət deyil. Biraz əyilib baxarsınız, heç bir problem olmaz. Baxsida da həmçinin, görürsünüz. Italterm kombisi. Italterm kombisi İtaliyanın kombilərindən biridir. Bu da keyfiyyətlidir. Yəni, əladır. Italtermla radiantın qiyməti təqribi eynidir. Biraz bahalı modellər İmerqazdır. Qalanlar ucuzdur biraz İtalyan içində. Flagman kombisidir. Gürcüstanın kombisidir. Gürcüstanın kombilərin içində ən yaxşısıdır. Çünki niyə görə? Pompa Grundfos. 15-in 6-ya. Bəzilərində 15-in 50-yədir. Latun gidrogruppası var. Latun da hamısı. Latun, əla. Bir dənə 24-lükdə qaz klapın biraz fərqlidir. 28-də və s. Sigmadır qaz klapın. Nəzərinizdə olsun. Həmçinin Wi-Fi ilədir bu. Wi-Fi ilə olan modellərdir yəni. 28-lik Wi-Fi ilə başlayır. 24-lük Wi-Fi-sızdır. Servisi mövcuddur, var, rəsmi hər bir şey. Dekoral. Dekoral da həmçinin Gürcüstanın kombilərindən biridir. Bu da çox möhkəm kombilərindəndir. Sadəcə flagmanla fərqi odur ki, burada latunlu gidrogruppa yoxdur. Plastikdir içi. Yəni, amma burada gidrogruppa latundur. Plastikin də öz üstünlüyü var. Yəni, o demək deyil, latun elə birinci nömrə. Sadəcə latunla olan kombilər bir balaca bahalı kombilərdir. Onun da müsbət cəhətləri var, plastikindir. Keçdik İmerqaza. İmerqaza işte buna reklama ehtiyac yoxdur. Kombilərin şaxıdır. Həmişə demişik, deyirik də. Yəni, bəzi sirlərini demirim, nəyə görə üstündür. Onda marağı olmaz da başqalarının kombiləri. Bu kombilərdə, bu sırada inşallah sonra təqdim eləyərik. Diqqətinizə görə çox sağ olun. Hələ ki işlərimiz gedir hələ burada.